sinifdir. Həftə sonu kursunda 8-ci sinif şagirdlərinə 90 sualdan, digər şagirdlərə isə 75 sualdan ibarət sınaq imtahanı keçirilmişdir. Buna əsasən həftə sonu hazırlıq kursunda şagirdlərin həll etdiyi ümumi sual sayı neçədir? Sınaqda suallar boş buraxılmamışdır. Aha. Mən bu məsələnin mütləq şagirdlərimə modelini qurduracağam. Model nədir? Sanki məsələnin sözlərdən azad edib riyazi formaya çevirmək. Mən bu üsulu çox sevirəm və tətbiq edirəm şagirdlərimə. Hətta onlar model qurmayanda əsəbləşirəm, deyirəm, hanı bu məsələnin modeli niyə qurmamısan? Baxırıq. Deməli, nə qədər şagird var ümumi? 670 şagird var. Bu 670 şagirddən 230 nəfəri 8-ci sinifdir. Qalanı, bax yazıram bura elə qalan. Qalanı digərdir. Mən nə etməliyəm qalan tapmaq üçün? Təbii ki, artıq burada çıxır da üzə. Biz bunu birinci sinifdən keçirik də. Tutaq ki, 9, burada 4 varsa, burada nə olmalıdır? 9-dan 4-ə çıxırıq, yazırıq 5-də. Yəni, bunu artıq 4-cü sinif şagirdi qavramalıdır. Qalan nə olacaq burada? 670-dən çıxacaq 230-u, bu da eləcək 440. Deməli, qalan 440-dır. Mənə deyir ki, 8-ci sinif şagirdlərinə 90 sual veriblər. Vururam 90-a. Qalanlarına isə 75. Bunu da vururam 75-ə. Mən həmişə şagirdlərimə deyirəm ki, uşaqlar, sıfırlarla belə deyək də işiniz olmasın. Sıfıra dəyməyin. Siz 23-ü 9-a vurun. Sonra bu 2 sıfırı gətirib qoyarsınız həmnədədin yanına. 23-ü götürürük, sakitcə vururuq 9-a. 9-a vurduqca 27, 7 yazdıq. 2 yadda, 9-u 2-yə 18, üstünə də 2 gələndə 207. O bayaqları ki, sıfırlar var idi. Onları saxlamışdıq. Bunları da gətiririk, qoyuruq yanına. Olur 20.700. Yenə burada eyni şey deyirik. 44-ü vuruq 75-ə. Təbii ki, indi uzanmasın deyə bunu birbaşa yazıram. Bu da eləyir 33.000. Bu da eləyir 33.000. İndi mənə deyir ki, nə qədər ümumi keçirdiblər? Yəni, sual, buna əsasən həftə sonu həll et. Ümumi sual sayı neçədə nədir deyir? Nə etmək lazımdır indi? Sadə 33.000-in üzərinə 20.700-ü gəlmək lazımdır. 0, 0, 7, 3, 2. Deməli, cavab nə olur? 5000, burada 5. 53.700. A bəndi. Biraz rəqəm səhvi falan olanda məni üzürlü sayasınız. Çünki saat artıq neçədir? 3:26-dır saat. Ekran kaydında da görürsünüz. Sakitçilikdə sizin üçün izah çəkirəm ki, səs-küy olmasın, sabah qrupda səs-küy olacaq. Belə. Gedirik irəli. Aşağıda şifahi hesablama deyir var. Hesablama addımları verilən əməliyyat aşağıdakılardan hansıdır? Baxırıq ki, 64-ü birinci addımda 2-yə bölüblər, sonra 32-ni 2-yə, sonra 16-nı 2-yə. Baxın, toplamda 64-ü neçəyə bölüblər? 2 vurulsun 2, vurulsun 2-yə. 2-ni 2-yə vuranda 4, 4-ü də 2-yə vuranda 8. Deməli, 64-ü ilə 8-ə bölüblər də. Bu da belə sadə primitiv sual idi. Anlayan uşaq bunu avtomatik eləyəcək. İndi koordinat şəbəkəsi. Uşaqlar burada, bəzi uşaqlar çətinlik yaşayırlar əməllicə. Mən biraz da bunu daha da yaxınlaşdırım. Daha aydın olsun. Deməli belə. Mənə deyir ki, bir robot var. Koordinat şəbəkəsində 0,0 başlanğıc nöqtəsindədir. Yəni buradadır.
Robot əvvəlcə 4 vahid yuxarı. 1, 2, qoyun mən daha açıq rənglə görünsün. 3, 4. 4 vahid yuxarı gəldi. Sonra 6 vahid sağa getdi. 1, 2, 3, 4, 5, 6. 6 vahid sağa gəldi. Daha sonra 1 vahid aşağı hərəkət etdi. Düşdü bura. İndi mənə deyir ki, robotun çatdığı son nöqtənin koordinatını tap. Yəni bunu tap deyir mənə. Mən bilirəm ki, bu x oxudur, bu da y oxudur. Təbii ki, 6 3-dür. Diqqət edin variantlara, əziz valideynlər. 6 3-də var, 3 6-da var. Şagird mütləq şəkildə bilməlidir ki, koordinat şəbəkəsində nöqtənin yerini tapanda birinci x oxu qeyd olunur, ikinci y oxu. Ona görə də koordinat şəbəkəmiz olacaq 6 virgül, təbii ki, burada nöqtəli virgül ola da bilər, 3. Yəni, cavab B variantı olmuş olacaq. Çünki həmişə birinci x oxundakı ədəd qeyd olunur. 44-cü sual çox primitiv, çox sadə sualdır. Deyir, x5 olanda 7-ni tap. 7-nin üstünə 5 gəl. Təbii ki, bu çərçivə sənədinə uyğun suallardır. Yəni, nə tələb olunub, o tələb əsasında yaradılıb. Bu deyilir, 7-nin üstünə 5 gələndə 12, o deyilir D variantı. Hə, bu maraqlı məsələdir. Bu maraqlı məsələdir. Deməli belə, şəkildə kub formalı qutunu kub şəkərlə, bax bu sözə diqqət, dolduracaq Ayşə. Qutunun içində ümumilikdə 16 ədəd şəkər var. Ayşənin qutunu tam doldurması üçün qutuya neçə ədəd şəkər yerləşdirmək lazımdır? Baxırıq. Bu həcmlə bağlı məsələdir. Təbii ki, V həcm bərabərdir. A, N vurulsun uzun, vurulsun hündürlük. 4-cü sinifdə belə deyirik. A vurulsun B, vurulsun C. Biraz irəli 5-ci siniflərə keçəndə kubun həcmini tapacağıq elə A-nın kubu şəklində. Yəni, bir-birinə vurmaq. Biz görürük ki, burada həcm, hər tərəf, uzunluq N, hamısı 6. Təbii ki, kubda elə zaten eyni olur. 6-nı 6-ya, bunu da 6-ya vururuq. Cavab eləyir 216 metrin kubu. Diqqət eləyin və cavablara təkrar. Baxın, 216 var cavabda. Şagird avtomatik 216-nı tapan kimi gedir 216-da nişanlayır. Axı mənə demişdi ki, 16 ədəd şəkəri yerləşdirib Ayşə. Var içində 16 dənə. Tam dolmaq üçün nə qədər lazımdır? Deməli, mən tam dolması üçün lazım olan konfetlərdən Ayşənin bayaq yerləşdirdiyi konfetləri çıxmalıyam ki, baxım görüm ki, o daha nə qədər qoymalıdır. Cavab da C variantı olmuş olacaq. Keçək növbəti səhifəyə.